Salam hər kəsə. Bu gün Red Hat RHCCA dərslərinin növbəti hissəsində Linux sistemlərinin proqram təminatlarının, yəni onların softverlərinin necə idarə olunduğunu, software management mövzusuna toxunacağıq. Deməli, belə başlayaq. Linux sistem administratoru olaraq siz əsas vəzifələrinizdən biri serverinizdə lazım olan softverlərin düzgün şəkildə quraşdırmaq, onları yeniləmək, silmək və bütün bu prosesləri idarə etməkdir. Biz bu dərsdə əvvəlcə ümumi anlayışlara baxacağıq. Məsələn, package manager nədir? Repository nədir? Bunlar niyə vacibdir? Hansı növləri var? Və sonra praktiki komandlara keçəcəyik. Gəlin yoldaşlar, başlayaq. Birinci, package manager nədir? Package manager Linux əməliyyat sistemində softverlərin, yəni proqram təminatlarını quraşdırmaq, silmək və update eləmək, yəni yeniləmək və onların dependensilərini, asılılıqlarını idarə etmək üçün lazım olan bir alətdir. Linuxda hər bir proqram təminatı bir paket kimi təqdim olunur. Məsələn, HTTPD, Nginx, Vim, Bash və s. və ilaxır. Bəs paket nədir yoldaşlar? Paket Linux sistemində proqram təminatının xüsusi formatda, yəni extension şəklində, məsələn, .rpm, .deb olan arxivləşdirilmiş versiyasıdır. Paketlər içərisində proqramın özü, onun konfigurasiya faylları, metadata və dependensiyalar haqqında məlumatlar olur. Red Hat-da deməli bu extensionlar .rpm formatında, Debian-da, yəni Ubuntu-da isə .deb formatlı extension şəklində olur. Ən çox istifadə olunan package managerlər hansılardır yoldaşlar? Deməli, hamımızın bildiyi Yum var. Red Hat 6.7 və CentOS 6.7-də Yum istifadə olunurdu. Lakin Red Hat 8 və ondan sonraki versiyalarda, Red Hat 9-da da DNF istifadə olunur. Əslində, Red Hat 9-da da Yum komandasını biz yazdığımız zaman götürür, işləyir yəni. Amma onun arxasında isə əslində DNF komandası istifadə olunur və o yəni package manager kimi DNF işləyir. Sonra RPM var. Lokal repository kimi RPM-dən istifadə olunur. Bayaq dediyim kimi Debian Ubuntu-da apt-dir. OpenSUSE var OS olaraq. Onda isə Zyper package managerdən istifadə olunur. Bəs belə deyim də yoldaşlar, repository özü nədir? Repository bir və ya bir neçə proqram paketini özündə saxlayan onlayn və ya lokal bir serverdir. Yəni biz bir proqramı DNF install və yaxud da yam install atıram, misal üçün Nginx deyə quraşdıranda əslində sistem repositoryaya qoşulur. Bu ola bilər lokal olsun, ola bilsin onlayn, yəni internetdə olan bir repoya qoşulsun və oradan Nginx paketini götürsün və quraşdırsın. Repozitorilər özləri iki növ ola bilər, bayaq dediyim kimi. Bu onlayn və lokal ola bilər. Bəs repozitorlar harada saxlanılır? etc yamrepos.div folderində saxlanılır. Gəlin onu da sizə göstərim. Burada görürsünüz yoldaşlar, ümumi Red Hat .repo var. Ondan yuxarıda olanlar upstream repo və base OS reponu isə mən özüm yaratmışam.
belə deyim də, bu Red Hat reponun içində çoxlu repozitorilər var, yəni internetdə olan repolar var, amma onlardan ancaq mən hamısına bir-bir baxmışam, 2 dənəsi açıqdır, yəni enable şəklindədir. Bu Upstream və BaseOS repolarıdır. Mən onları ayrıca bir fayl kimi yaratmışam. Gəlin sizə göstərim, başa düşəcəksiniz. Cat Red Hat repo elədiyim zaman burada görürsünüz çoxlu repolar var və çoxsu enable deyil. Sadəcə enable olan isə 2 dənədir. Görürsünüz bunlar hamısı enable deyil. Enable olanlar hansılardır, onları göstərim. Biri budur yoldaşlar. BaseOS repodur, enable şəklindədir. Biri də ki, yoldaşlar belə yazaq. Bir də bu Upstream repodur. Görürsünüz, enable'dır hər ikisi. Mən isə bunları götürüb kopyalayıb 2 fayl şəklində yazmışam. Biri Upstream repo. Görürsünüz. Burada GPG check açıq idi, 1 idi. Mən özüm 0 eləmişəm. Bunların hamısı haqqında məlumat verəcəm. Bunların burada yazılanların hamısı nə deməkdir? O haqqında mən məlumat verəcəm sizə. Biri də cat BaseOS repodur. Belə. Gəlin sizə ümumiyyətlə mən lokal və remote repo nə anlayışdır, onları başa salım, göstərim. Burada Paint proqramı var, onu istifadə edək. Deməli. Yoldaşlar, bizim RPM paketlərimizin yükləndiyi bir bazamız olur, repozitorimiz olur. Bu ola bilər lokal serverdə yerləşsin, ola bilər remote serverdə yerləşsin, ola da bilər ki, internetdə yerləşsin. Gəlin belə yazaq bura. Olsun repo və bu ola bilər yerləşsin bizim lokal serverimizdə. Lokal serverdə ola bilsin yerləşsin remote serverdə. Remote serverdə, yəni FTP ilə share olunmuş serverdən söhbət gedir. Onu da izah edəcəm mən sizə. Və ola da bilsin yerləşsin internetdə. Yəni yoldaşlar, biz hər hansı bir paketi yükləmək istəyəndə yum install nginx yazırıq. Bunu yükləmək istəyəndə o baxır bizim birinci lokal repomuza. Əgər həmin paket bizim lokal repomuzda, yəni internetdən nə vaxtsa yüklənibsə, lokal repomuzda varsa, download olunubsa, onu install eləyir bizim maşınımıza. Və yaxud da biz bu komandanı daxil etdiyimiz zaman
baxır görür bizim lokal maşınımızda həmin paket yoxdur və biz əlavə olaraq orada base URL hissəsində FTP serverin IP-sini yazmışıqsa, yəni remote serverin IP-sini yazmışıqsa və pəsini yazmışıqsa, gedir oradan yükləyir. Əgər bunların heç birində yoxdursa həmin paket, gedir özü avtomatik internetdən yükləyir. Deməli, davam edək yoldaşlar. Bundan başqa Red Hat-də Subscription Manager mən əvvəl sizə demişdim də, yəni növbəti əvvəlki dərslərdə demişdim. Bu aktiv olanda Red Hat-in rəsmi repoları var və siz həmin rəsmi repolardan istifadə edə bilirsiniz. Bunun üçün də 3 dənə komanda var. Subscription Manager Register, Subscription Manager Attach Auto, bir də Subscription Manager Repos iki xətt list. Yəni birinci qeydiyyat eləyirik. Sonra sizə növbəti komandalar vasitəsilə həmin Red Hat-in rəsmi repolarına bağlanıb oradan bizə lazım olan paketləri yükləyə bilirik. İndi isə yoldaşlar, mən gəlin sizə nədən danışım? Mən sizə buradakı bayaq demişdim, buradakı yazılanlardan danışım. Yəni repo faylının içində olan məlumatlardan danışım. Bunlar nə deməkdir? Birinci gördüyünüz kimi burada ID var. Yəni reponun ID-si. Bura upstream yazılıb. Bunu mən özüm yazmışam. Uzun bir ad idi. Mən qısa olsun deyənə belə yazdım. Bu reponun adıdır. Biz deməli command line-da yum və DNF əmrlərini verdiyimiz zaman o bu ada istinad edir. Yəni o bizə paketi yükləyən zaman yəni bu haradan yüklədiyini burada yazdığımız ada uyğun o gedir oxuyur, göstərir bizə. İkinci hissə isə name hissəsidir. Bu bizim repomuz haqqında təsvirdir. Burada görürsünüz Red Hat Enterprise Linux yəni for x86-64 upstream RPMs yazılıb. Biz bunu dəyişə bilərik. İndi mən dəyişməmişəm. Məsəl üçün yaza bilərəm ki, Rashid's repo misal üçün. O heç nə dəyişməyəcək. Bu önəmli bir şey deyil. Bu sadəcə biz yam və yaxud da DNF repo list yazdığımız zaman, hətta onu da göstərim. Yazdığımız zaman axtarırıq hal-hazırda. Bu ad yəni ekranda görsənəcək. İndi qoy tapsın yoldaşlar. Gördünüz yoldaşlar. Bunlar sol tərəfdə olanlar ID-lərdir, repoların ID-ləri. Sağ tərəfdə olanlar isə repoların name-ləridir, onların təsviridir. Sonra qaldığımız yerdən davam edək. Aha. Sonra burada yoldaşlar görürsünüz, burada enabled hissəsi var. Yox, əvvəlcə base URL hissəsi deyim. Bu repoya aid RPM fayllarının yüklənəcəyi yeri göstərir. Yəni URL-dir. Burada görürsünüz ki, bu internetdən olan bir repo qeyd olunub, HTTPS və həmin o reponun ünvanı qeyd olunub. Burada sistemin versiyasını göstərir. Orada sistemin arxitekturasını göstərir. x86-64 göstərir və pəsini göstərir. Sonra burada enabled bərabərdir 1 yazılıb. Bu deməkdir ki, biz əgər bu 1 yazılıbsa, biz bu repodan istifadə edə bilərik. Əgər 0 olsaydı, biz bu repodan istifadə edə bilməyəcəkdik. Sonra gəlir GPG check nədir yoldaşlar? GPG check yüklənən paketlərin GPG imzası deməkdir. Bu paket bu o deməkdir ki, paketlərin dəyişilmədiyindən və rəsmi mənbədən gəldiyindən əmin olmaq üçündür.
Normalda bu 1 idi, mən özüm 0 elədim. Yəni məndə belə deyim də, subscription manager ilə mən register olduğuma görə, yəni məndə 1 idi. Mən onu götürüm 0 elədim. Yəni hər iki halda işləyir. Yəni mən əgər registrə qeydiyyat eləməsəydim, məndə bu 0 olacaqdı. Bu belə yoldaşlar. Sonra gəlir GPG key. GPG key nədir? GPG key bu fayl sistemə Red Hat tərəfindən verilən bir GPG keydir. Yəni adı üstündə açardır. Yəni yuxarıda biz qeyd eləmişik GPG check. Əgər bu bir olsaydı, bu biri bu GPG key vasitəsilə yoxlayacaqdı. Yəni görək dəyişilib, dəyişilməyib o paket yüklənən zaman. Ondan sonra SSL verify var. Yoldaşlar, əslində qalsa bizə lazım olan əsas bu ID-dir, name-dir, base URL-dir, enable hissəsidir, bir də GPG check-dir. Bu növbəti bu aşağıda olan hissələr isə Red Hat 9-a mən repository-yə, yəni Red Hat-ın öz rəsmi repozitoriyuna qeydiyyat elədiyim üçün görsənir. Normalda CentOS-da, misal üçün CentOS 7-də, 8-də siz bunu görə bilmərsiniz. Bunların nə olduğunu yenə deyim, məlumat vereyim. Deməli, SSL verify burada 1 yazılıb. Bu o deməkdir ki, repoya hər hansısa bir HTTPS bağlantısı zamanı SSL sertifikatı yoxlayacaq. Əgər varsa yoxlayacaq, yoxsa bu təhlükəsizlik üçün aktiv edilməlidir. Burada da görürsünüz, avtomatik olaraq bu aktiv edilib. Sonra SSL CA cert var. Bu nədir yoldaşlar? Bu Red Hat-in Subscription Manager tərəfindən istifadə olunan sertifikat authority CA PEM faylıdır. Burada da qeyd olunub. Bu nə üçündür? HTTPS əlaqəsinin, yəni trusted, yəni etibarlı, güvənilir olmamasını təmin etmək üçündür. Ondan sonra yoldaşlar burada 2 dənəsi var. SSL client key, SSL client cert. Bunlar nədir? Bunlar da Red Hat-in SDN ilə SSL user, yəni SSL user autentikasiyası üçün istifadə olunur. Yəni bu fayllar sənin sisteminin Red Hat subscription-a sahib olub-olmamasını göstərir. Yəni məndə Red Hat subscription-a sahib olduğu üçün bu 2 dənə fayl, da 2 dənə burada hissə görsənir. Deməli, əgər bu olmadan sistem paketləri yükləyə bilməz. Nə zaman ki, əgər Subscription Manager aktiv olmayıbsa. Sonra gəlir SSL Verify Status. Adından da göründüyü kimi SSL sertifikatını, daha doğrusu sertifikatın statusunu yoxlamaq üçündür. Yəni görə bu revoked olub ya da olmayıb. Yəni ləğv olunub bunun sertifikatı yoxsa olunmayıb. Sonra metadata expire müddəti var. Burada 86400 bu saniyə olaraq verilib. O da 1 saat edir. Yəni həmin bu bizim repomuz 86400 saniyə, yəni daha doğrusu 1 saat dedim, bəğla üzrlü sayın, 24 saat, yəni mən texniki bir səhv elədim. 24 saat müddətində etibarlıdır. 86400 saat. 1 saatımız 3600 saniyədir. Təbii ki, mən çaşdım yoldaşlar, üzrlü sayın. Bu o deməkdir ki, bu 86400 saniyə, yəni 24 saat, yəni 1 sutka ərzində bu repo etibarlıdır və bu vaxt bitəndən sonra YAM və ya DNF həmin repodan metadatanı yenidən çəkəcək. Aydındır yoldaşlar, yəni çətin bir şey deyil. Sonra enable metadata, burada da 1 yazılıb qabağında. Bu da nədir? Bu isə o deməkdir ki, bu repoda metadata istifadəsi aktivdir. Yəni 0 olsaydı metadatası istifadə olmayacaqdır. Yəni ki, yoldaşlar, YAM search, YAM info kimi əmrlər bu repodan məlumat kimi göstəriləcək. Belə. İndi isə yoldaşlar, qaldığımız yerdən davam eləyək. Mən sizə bəzi bir-iki əmrləri göstərmək istəyirəm. Təmizləyək ekranı. Deməli, ilk öncə biz hər hansısa bir bizdə olan paketin
olub olmadığını iki dənə komanda ilə yoxlaya bilərik. Biri yum search komandasıdır. Yum search atıram olsun telnet. Telnet baxırıq görə, axtarır görə bizdə telnet varmı? Var. Sonra bir də var yoldaşlar, yum what provides var. Telnet yazsaq. Bu da həmin paketi axtarır. Və görür ki, həmin paket bir dəqiqə. Deməli yoldaşlar, yum search həmin paketin bizdə olub olmadığını göstərir. Yum what provides isə həmin paketin bizdə varmı, bizdə yoxsa necə yükləmək olar onu göstərir. Misal üçün yum what provides nə verək olsun netstat. Netstat komandası görə bizdə var. Axtarır. Bizdə netstat komandası yoxdur və göstərir ki, netstat komandası base OS-də var və yoldaşlar burada göstərilən bu hissə ilə biz onu install edə bilirik. Və hətta gəlin belə deyək, bizdə olan yüklədiyimiz telneti silək. Bu arada silmək üçün komanda yum remove'dur və həmin paketin adını yazırıq. Aha. Bir də yoldaşlar, dedim həmin paket bizdə varmı, yoxsa yoxmu, yum search ilə baxırıq. Bir də belə bir komanda var, rpm -qa ampersand işarəsi grep telnet yazsaq göstərir ki, bizdə yoxdur. Və paketi yükləmək üçün yum install telnet və -i yazsaq ki, bizdən yəni yüklədiyimiz zaman, paket yüklənən zaman yes no istəməsin, avtomatik yes olsun. Yenə -i yazırıq və başlayır telneti yükləməyə. Və təzədən bu komandanı biz daxil eləsək, görəcəyik ki, bizdə artıq telnet var. Sonra bayaq göstərdiyim yum replace komandası var. Yum replace komandası var. Və burada da repoların ID-lərini və repo adlarını göstərir. Bir də yoldaşlar, yadıma düşdü, bu komandaları davam eləyəcəyik. Əvvəlcə mən sizə başqa bir şey göstərim. Elə burada. Biz hər hansı bir, deyəlim ki, özümüzdən bir repo yaratmaq istəyirik, bir lokal repo yaratmaq istəyirik. Misal üçün olsun, vim ad verək, my repo my.repo olsun. Bəli. Və bura yazırıq. Bir dəqiqə yoldaşlar. Olsun base OS. ID olsun base OS. Name verək. Name olsun. Nə olsun? Name olsun.
Rashid's repo base URL. Deməli yoldaşlar, burada 3 dənə case var. Birinci case odur ki, əgər bizim repomuz lokaldadırsa, yəni bizim hər hansı bir lokal folderimizdə biz istəyiriksə, bizim o həmin faylları, yüklədiyimiz faylları, daha doğrusu download elədiyimiz faylları install edən zaman getsin, bizim o lokal faylımızdan götürsün. O zaman biz belə yazırıq, file 2 nöqtə və həmin faylın olduğu folderi yazırıq. O folderi və faylın pəsini yazırıq. Yəni misal olsun mnt və olsun nə olsun? Olsun base, yox, nə olsun? Base OS. Düzdür yoldaşlar. Base OS. Sonra enabled təbii ki eləməliyik ki, bu reponu istifadə eləyə bilək və gpg check bunu 0 edirik. Burada gördüyümüz 5 dənə yazmaq bizə kifayət eləyir. Əgər yox, bizim repomuz lokalda deyilsə, yəni internetdədirsə, o zaman biz burada bu hissədə base URL hissəsində bu cür yazırıq. Olsun nə olsun yoldaşlar, HTTPS misal olsun, repo yerləşir www olsun, misal olsun, Red Hat repo.com atıram, yəni misal üçün burada da yerləşir. Yəni gedir, sən deyirsən ki, mənə bu paketi get buradan yüklə, yəni internetdən yüklə. Gedir o zaman buradan yükləyir. Yox, əgər desək ki, mənim paketim remote serverdədir, o isə necə olur yoldaşlar, onu da izah edeyim. Deyəlim ki, yoldaşlar, bizim çoxlu serverlərimiz var. Və bu serverlərin yoldaşlar internetlə əlaqəsi yoxdur. Və bizim bir dənə FTP serverimiz var. Qoy yazım bura. Bir dənə FTP serveri qururuq. FTP server. Və IP-si də olsun 192.168.10 olsun, misal üçün 7. Və faylın pəsi də olsun mnt hara olsun repo rpm folderi olsun. Belə yazaq bunu. Və bu serverlərin də həmin bu FTP serverə əlaqəsi olsun şəbəkə üzərindən. Biraz səliqəsiz çəkirəm, əhəmiyyət verməyin, əsas odu başa düşməyə çalışın. Və bunun da internetə çıxışı var. Və hər hansı bir paketi atıram, bu serverə hər hansı bir paketi yükləmək lazım olanda biz FTP ilə bu server arasında əlaqə yaradırıq, indi göstərəcəm. Və bu FTP serverdən paketi çəkir. Əgər paket, bizim axtardığımız paket burada yoxdursa, FTP serverimizə, bizim bu repomuzda yoxdursa, onu çəkə bilməyəcək. Ona görə biz bu FTP serverə birinci həmin paketi yükləməliyik. Yükləyəndən sonra isə bütün bu serverlər həmin o paketi istifadə eləyə biləcək. Və burada da yoldaşlar,
yazırıq. Həmin FTP yazırıq və FTP serverin IP-sini yazırıq. 168.10.7 idi. Yeri də olsun MNT olsun hara və yaxud nə yazmışdıq? Repo RPM və gedir buradan çəkir. 3 dənə case var. Lokal repomuz bizim lokal serverimizdə olan hər hansı bir folderdən çəkir, pəsini qeyd edirik. İkinci internetdir, üçüncü də yəni remote serverdən, yəni FTP serverdən götürür onu, çəkir özünə. Bu da belə save eləməyək. Hətta qoy save eləyə qalsın. Yəni yoxdan onsuz istifadə eləmirik. Adı olsun, qəbul eləyək. Save eləməmişdən qabaq. Burada my beyaz olsun. My beyaz olsun adı verək. İndi qaldığımız yerdən davam eləyək. Biz komandalarda qalmışdıq. Komandaları izah edirdim. Deməli, bizim yam list komandası var, yoldaşlar. Yam list all versək, o bizdə olan bütün paketləri göstərməlidir. İndi axtarır. Rashid repo axtarır birinci. Gəlin onu silək, yoldaşlar. O bizə mane olacaq. Görürsünüz, yoldaşlar. Bizdə olan bütün paketləri göstərir. Biz əgər istəsək ki, bizə göstərsin yüklənmiş olan paketləri, yam list installed komandası var. Bunu verdiyimiz zaman isə bizə yüklənmiş olan paketlərin siyahısını göstərir. Sonra nə var? Biz istəsək ki, misal üçün bizə yüklənmiş olan paketlər içində tutalım, atıram, bu olsun da. Görək, bu paketi tapsın bizə. Görək, bizə o paket varmı? Onu isə belə tapmaq üçün bu komandanı verməliyik. Yam list installed grep və həmin paket və göstərir ki, var. Sonra hansı komandaları var bizdə, qoy düşünüm. Sonra bizdə olan bütün paketlərin fərq eləmir, yüklənən, yəni install olan və yaxud da install olmayan paketlərin sayını necə tapa bilərik? Yam list all ampersand işarəsi wc minus l yazsaq, burada onun sayını göstərəcək. 13.162 göstərir, yoldaşlar, amma əslində 13.161 bizim paketimiz var. O niyə görə belə olur, yoldaşlar, onu da göstərim. Gəlin belə eləyək. Yam list all file repos file packet.txt
Və biz bunu Vim-lə açsaq, sonra da set number komandasını yazsaq, görürsünüz ki, yoldaşlar birdən başlayır və başladığı bir isə paket deyil, sadəcə addır. Gəlin, bunu belə eləyək, biraz balacadır. Görürsünüz, yoldaşlar. Hətta yoldaşlar, burada 4-dən başlayır. 1, 2, 3, 4. 4-dən başlayır. Hətta 3 dənəsi burada, yoldaşlar, görürsünüz, paket deyil. Sadəcə məlumat verir. 1, 2, 3. 3 dənəsi. Və bitir. Yerdə göstərim, yoldaşlar. Bitir 13.162-də. Yəni 13.162 çıxılsın üz. 13.159 dənə bizim paketimiz var. Bu da belə. Sizə nə edeyim, yoldaşlar? Sizə yam clean all, bir də yam make cache komandası var. Yam clean all komandası, bu komanda cache təmizləyir. Bəs deyəsiniz ki, cache nədir? Yəni bir paketin metod datasıdır. Yəni gedib bir repodan o paketi çəkən zaman onun metod datasını yükləyir ki, o paket haqqında təsviri olsun, adı olsun, dependensiyaları haqqında məlumat olsun. Onların haqqında bütün məlumatlar metod data sayılır və bu cache-lənir. Yam clean all versə və bu bütün hamısını siləcək. Və cache-i yeniləmək üçün də yam make cache komandası var. Bu isə cache update edilir. Bir də yoldaşlar, yam update komandası var. İndi onu da göstərəcəm. Yam update komandası bütün paketləri upgrade edir və sonra replace edir. Yəni köhnə faylları, köhnə paketləri silir və onları və ən axırıncı versiyası ilə yeniləyir, yəni replace edir. Təkcə kernel paketindən başqa. Yəni kernel paketini silmir. Kernel paketi o zaman silinir ki, biz yam update veririk, sonra yam install kernel komandasını versək, ondan sonra köhnə kernel paketini silir, təzə kernel paketi isə qalır. Bu yüklənsin, yoldaşlar. Ona kimi sizə şeydən də danışım. Bir də paketlər qrup halında da repoda yerləşə bilir. Buna baxmaq üçün yam group list var. Yəni biz hər hansı bir bizə paket lazımdır və ona bənzər digər paketlər də ola bilər. Onlar hamısı birlikdə bir qruplar halında cəmlənir. İndi bu verdiyim əmr qutarsın göstərəcəm sizə. Yam group list yazdığımız zaman həmin qrupları görə bilirik. Hətta gəlin burada mən sizə göstərim o yüklənə qədər. Yam group list. Qutarsı burada balaca görürsən. Aha. Tamam, bağlayaq. Belə bir komanda var. Yam group list. Və burada qruplar göstərir. Görürsünüz, yoldaşlar. Misal üçün hansı qrupu götürən network misal üçün serveri var, RPM development tools var.
Bir də belə bir komanda var. Yam groups. Görün burada çalışır mı list. Hidden. Bu isə daha qrupları daha çox qrup göstərir, daha qruplar haqqında daha çox məlumat verir. Məsələn, internet browser qrupuna biz əgər yükləmək istəsək, yam install yam group install ya da olsun FTP server misal olsun. Bu gelir repository'dən həmin FTP server qrupunu şeyləyir. Nədir burada? Module of group FTP is not available. Data check. Okay. Tapmadı. Available deyil. Sonra yoldaşlar, nədən sizə danışa bilərəm? Belə bir şey ola bilər ki, sizin iş yerində bəzi göstərdiyim var idi yoldaşlar, FTP server. Elə ola bilər ki, sizin iş yerində bir dənə server olsun və o serverdə proxy olsun. Yəni internetə həmin o proxy sayəsində təhlükəsizlik tələbinə görə proxy serverindən internetə çıxsın. O zaman yoldaşlar belə deyim də bir dənə fayl var. İndi bilmirəm burada var, orada yoxsa yoxdur. Yoxdursa da yaratmalıyıq. Əgər proxy konfigurasiya eləmək istəyiriksə, o faylları yükləyən zaman internetə proxy sayəsində gedib çıxmağını istəyiriksə, gəlin belə bir şey göstərim. Deməli yoldaşlar, cd etc yam nöqtə burada etc-də yam.conf faylı olmalıdır. İndi yoxdur. Yoxdursa da bu yam.conf faylını yaradırıq. Gəlin göstərim, hətta yaradaq. etc-nin altına girək yoldaşlar. Və orada vim yam.conf faylını yaradaq. Dəqiqə. Var imiş fayl. Mən niyə onu görmədim bəs? Bir dəqiqə yoldaşlar. Var, bəli. Yam.conf faylı var. Yam.conf faylına giririk. Burada yoldaşlar bir dənə sətir əlavə eləməliyik. Deməli, bu sətri əlavə edirik. Proxy bərabərdir HTTP və yaxud HTTPS. Proxy serverimizin IP-sini yazırıq. Olsun bayaq şeylə 192.168.10.7 olsun və yaxud 8 olsun, fərq eləmir. Sonra onun portunu yazırıq. Misal üçün deyirəm də 37.22 atıram. Həmin o proxy serverinin portunu yazırıq. Və save edib çıxır. Bundan sonra əgər internetdən proxy üzərinə internetdən paket yükləmək istəsə, bu şəkildə gedib proxydən götürür paketə, proxy sayəsində internetə çıxır və internetdən paketlər yükləyir. Biz amma o lazım deyil, ona görə bunu silirik. Sonra nə qaldı başqa qoyub düşünün yoldaşlar.
Başqa yam history komandası var. Yam history. Yam history. Yox, yam history'dən qabaq. Yam history'dən qabaq. Mən sizə nəyə danışım? Nəyə danışım? Yam downgrade komandası var. Yam downgrade komandası. Yam upgrade və yam downgrade komandası var. İndi budur. Paketin adını yazırıq. İndi şey eləmirəm də. Bu o deməkdir ki, baxır görək bu telnet paketimiz ən axırıncı versiyasıdırmı yoxsa yox. Deyilsə də gedir onu upgrade eləyir. Görür ki, ən axırıncı versiya yüklənir, buna görə yüklənmir. Downgrade eləmək istəyəndə isə yam downgrade komandası var. Bu belə tabu basanda çıxmır, bunu ona görə əlinə yazmaq lazımdır. Downgrade telnet yazırıq və versiyasını yazmalıyıq. İndi mən dəqiq versiyasını bilmədiyim üçün yazmıram. Ondan sonra enter bastığım zaman gedir onu downgrade edir. Sonra belə bir şey var yoldaşlar. Bunu silək yoldaşlar. rm-rf Bizdə görürsünüz burada repolar var da. Əgər mən bir paketi yükləmək istəyən zaman desəm ki, get sən paketi upstreamdən yüklənib. BZOS və Red Hat repoya baxma. Gəlin biz misal üçün yam remove telneti silək. Telnet. Qoy silsin yoldaşlar. Yes. Telnet silindi. Belə bir komanda var. Yam install 2 dənə xətt disable repo bərabər ulduz qoyuruq ki, heç bir repoya baxma. Təkcə bax, enable repo bərabərdir base OS yazırıq və telnet yazırıq və yükləyəcəyimiz paketin adını yazırıq və enteri basırıq. Tapmadı yoldaşlar, niyə? Nəyə səhv yazdıq? BZOS-də tapmadı. Gəlin yazaq, upstream yazaq. Mən upstream yazacaqdım. Upstream tapar. Bu baxdı ki, bu komanda verildi və dedi ki, sən get, ancaq BZOS-ə bax və getdi baxdı, gördü ki, telnet BZOS-də yoxdur. Amma indi mən upstream yazsam, görək, məncə burada olacaq. Upstream yazsam və bu gedir axtarır. Görək tapacaqmı və budur tapdı. Görür ki, upstreamdə var və onu yükləyir. Sonra yoldaşlar nə komandası var? Paketin dependensilərini göstərən bir komanda var, qəşəng bir komanda var. O da yam deplist olsun NetTools. Gedir internetdən axtarır ki, görək və onun görürsünüz nə qədər dependensilərini tapdı. Bu NetTools'un dependensiləridir. Görürsünüz nə qədər dependensi var. Qəşəng komandadır. Sonra yam info var. Komandası yam info. Telnet olsun.
Bu bizə həmin paket haqqında informasiya verir. Görürsünüz yoldaşlar. Size-ını göstərir, source-unu göstərir, repository-sini göstərir, versiyasını göstərir, release-ini göstərir, URL-ini göstərir və s. və description göstərir. Bu da qəşəng bir komandadır. Başqa sizə hansı komandadan danışım? Məncə hələ ki komandalar yoxdur, yadıma düşdükcə deyərəm. Mən sizə danışacaqdım Yam History-dən. Yam History komandası var. History. Bu çox gözəl komandadır. Aha. Bu prosta görürsünüz yoldaşlar, bu biraz böyüdə bilsəm. Böyüdüyən zamanda bu komanda onun ötürüdür ki, hansı komandalar verilib, hansı komandalarla hansı paketlər yüklənibsə, onu göstərir, tarixini göstərir. Görürsünüz yoldaşlar. Qəşəng komandadır bu. Və biz desək ki, yam info olsun, hansı komanda olsun bizə verək. Deyək ki, 11-ci komanda haqqında bizə məlumat verir. Yam history info, yam history yazmamışam yoldaşlar. Yam history info 11 versə və bu gedir axtarır historiya və 11-ci olanı haqqında burada görürsünüz, bu disable repo, enable repo komandası var, onun haqqında məlumat verir ki, hansı user bunu eləyib, əməliyyat success'də onu göstərir və nə vaxt başlayıb, nə vaxt bitib və həmin o komanda haqqında ətraflı məlumat verir. Belə. Sonra yoldaşlar, yam history undo komandası var. Yam history undo var. Burada da undo yazsaq və buradakı komandaların nömrələrindən hər hansını birini yazsaq, o gedir həmin komandanın tərsini edir. Məsəl üçün remove eləyibsə axırıncı dəfə telneti gedir onu yükləyir. Belə. Həmin komandanı ləğv edir, undo eləyir. Sonra yoldaşlar, yam history rollback var. Rollback var. Bu nə deməkdir? İndi burada yoxdur. Tutalım, hər hansı bir paketin, misal üçün Python-u və yaxud da ki Java 9 yüklənibsə və yaxud da ən axırıncı Java 17 yüklənibsə, ondan əvvəl də Java 9 yüklənibsə, biz istəyirik ki Java 9 yüklədiyimiz komandanı icra eləsin və Java 9-a qayıtsın. O zaman yam history rollback eləyib. Misal üçün, üçüncü burada Java'nın üçüncü olan hissədə biz Java'nın 9-cu versiyasını yükləmiş olsaydıq hər hansı bir komanda ilə və burada 3 yazdığımız zaman o qayıdacaqdır Java 9-un deməli Java 9-un versiyasını yükləyəcəkdi. Yəni override eləyəcəkdi onu. Başqa nə qaldı yoldaşlar? Nə qaldı başqa? Modullar var. Modullar. Deməli, upstream özündə modulları saxlayan bir repodur yoldaşlar. Bu CentOS 7-də yoxdur. Bu Red Hat 8, CentOS 8-dən sonra gəldi və belə deyim də modul, bəs deyə bilərik ki, modul nədir? Modul bir paketin çoxlu müxtəlif streamlərini özündə saxlayan bir necə deyim anlayışdır da bir paketdir deyə.
Belə göstərim sizə. Yam modul list komandası var. Yam modul list yazsaq. Bu bizə modullar göstərir. Upstream. Deməli, burada modulların adları görsənir. Nginx-in görürsünüz burada yoldaşlar. 3 cür modulu var. 1.22, 1.24, 1.26 var. Və defaultdur. Amma enable deyil. Biz istəsək ki, bu deməli Nginx-in 1.22 versiyasını enable eləyək. Burada ümumiyyətlə buradan deyim də bu görürsünüz commondur, yəni ümumidir və default deməkdir. Burada onların şeyləri var yoldaşlar, necə deyim, profil adları var, profilləri. Development profili var, minimal profili var, S2 Eve profili var da. Biz istəsək bir dənə komanda ilə hər hansı bir məsəl üçün Node.js-in 20 versiyasını enable edə bilərik. Həmçinin onun bu üç profilindən hər hansı birini biz aktiv eləyə bilərik. Gəlin sizə belə göstərim. Nəyə göstərim? Birinci yam modul info komandasını deyim, ardıcıl gedək yoldaşlar. Yam modul info verək, Nginx verək. Yam modul info Nginx. Görürsünüz, Nginx haqqında məlumat verdi. Versiyası, arxitekturası, reponunu haradan götürüb onu göstərir, artefaktlarını göstərir. Biz əgər yoldaşlar, burada yuxarıda, yəni komandanı təzədən verim. Çoxlu məlumat verib. Biz əgər istəsək ki, Nginx-in 1.24 versiyasını enable eləyək, o zaman yazırıq yam modul enable Nginx 2 nöqtə versiyası 1.24. Əvvəlcə həmin versiyanı aktiv edirik. Gördünüz, enable oldu. Enable olandan sonra biz artıq bu modulu yükləyə bilərik. Onu da yam modul install Nginx 2.1.24 Enter'e basırıq və gedir həmin modulu yükləyir. Yes-ə basırıq və yükləyir. Gəlin sizə başqa bir şey də göstərim. Node.js-i misal üçün deyəlim ki, Node.js 22. Node.js 22-ni biz aktiv eləyək, enable eləyək. Ondan sonra deyəlim ki, minimal versiyasını yükləyək. Gəlin eləyək. Yam modul enable Node.js olsun, hansı versiyası 22.
deyir. Gəlin 20-ni yoxlayaq. Deyir ki, 18, 20, 22 3 dənə deyir versiyası var. Ancaq deyir, bunların deyir heç bir streami nə enable olunub, nə də defaultdur. Axı burada bizdə şey göstərirdi. Default göstərirdi. Gəlin PHP-ni yoxlayaq yoldaşlar. Üzr istəyirəm yoldaşlar. Mən bir dənə səhvə yol vermişəm. Bu aralı yazmışam, amma halbuki belə yazmalıydım. Səhvimi anladım. Bəli. Enable eləyir. Bir dənə enable eləsin. Və gördüyünüz kimi Node.js-in 22 versiyasını enable elədik. Ondan sonra biz bunun istəyirik ki, minimal versiyasını install edək. Gəlin eləyək. Yam modul install Node.js 22 və slash profilin yazaq minimal enter və gedir Node.js 22-nin minimal versiyasını install edir. Bu arada yoldaşlar, bu yamla yazdığım komandalar Red Hat 9-dan gedir söhbət. Fərq eləmir. Red Hat 8-dən də eyni şeyə, Red Hat 8-də də aiddir. Biz yamla yazdığımız bütün komandalar əslində arxada DNF işləyir. Yəni bunlar bütün komandalar DNF ilə də yaza bilərdim. Sadəcə indi mən özüm yamla yazdım. Yam yazdığımız zaman da gedir əslində arxa fonda DNF komandası çalışır. Belə yoldaşlar, bu dərs çox maraqlı dərs oldu, düşünürəm və faydalı oldu. Red Hat RHCCA imtahan üçün məncə deyilə biləcək bütün hər şey dediyim, artıqlaması ilə dediyim. Real həyatda da sizə nələr lazım ola bilər, o dediyimi lokal olaraq, remote olaraq və remote yəni FTP-ni nəzərdə tuturam və internetdən reponu çağırsın. Bunları sizə izah elədim. Yəni Package Manager haqqında Linux-da ola biləcək hər şeyi mən sizə izah elədim. Düşünürəm ki, faydalı oldu. Siz özünüz də bu dərsə baxdığınız zaman, daha doğrusu baxdıqdan sonra bu komandaların hamısını bir-bir yoxlayın. Yəni həm əlinizi öyrəşsin, həm komandalarla tanış olun və dərsə baxan zaman da mütləq dəftər, ruçka götürün, qeydlərinizi aparın. Həmin qeydlər sizə həmin o məlumatları daha yaxşı yadda saxlamağa kömək edəcəkdir. Belə yoldaşlar, bugünkü dərsimiz bu qədər. Əgər bu dərsləri faydalı görürsünüzsə, beneficial görürsünüzsə, bu dərsləri yoldaşlarınızla, Linux-a marağı olan, IT-yə marağı olan yoldaşlarınızla da paylaşın. Kanalımı bəyənin, bildirişləri açın və kanalı paylaşmaqla da
mənə dəstək ola bilərsiniz ki, bu kanal daha da böyüsün. İnşallah bu Red Hat dərsləri bitəndən sonra istəyirəm ki, Linux-u engineer səviyyəsində də dərslər çəkim. Ondan sonra hətta bu yaxınlarda mən CCNA mövzularını dərslərində başlamaq istəyirəm. Çoxlu planlarım var. İnşallah hamısı uğurlu olar, faydalı olar sizlərə. Çalışın, hər zaman oxuyun, öyrənin. Həmişə dediyim kimi, nəsə öyrənmədən keçirdiyiniz bir gün belə olmasın. Çünki zaman bu həyatda bizim sahib olduğumuz ən dəyərli şeydir. Zamanın qədrini bilin. Boş-boş şeylərə vaxtınızı sərf eləməyin. Çalışın, öyrənin və öyrədin. Hələlik yoldaşlar, özünüzdən müğayət olun, sağ olun.